Deməli, bu gün danışırıq cümlənin məqsəd, intonasiyaya görə növləri. Cümlənin məqsəd və intonasiyaya görə 4 növü var. 1. Nəqli cümlə. 2. Sual cümləsi. 3. Əmr cümləsi. 4. Nida cümləsi. Deməli, cümlənin məqsəd, intonasiyaya görə 4 növü var. Nəqli, sual, əmr, nida. Bu 4 növün ortaq cəhəti hər biri intonasiya ilə düzəlir. 4'ü də intonasiya ilə düzəlir. Yəni, digərlərində məsələn əlavələr var. Sual cümləsi deyəcək, sual ədatı, sual əvəzliyi, əmr cümləsi, əmr ədatları, yaxud da nida cümləsi nidalar vasitəsilə də düzəlir. Amma ortaq cəhət hamısı intonasiya ilə düzəlir. Ortaq cəhətdir. Gəlir nəqli cümlə. Nəqli cümlə əşya, hadisə, əlamət haqqında bizə danışır, məlumat verir. Nəqli cümlə məlumat verir. İntonasiya ilə yaranır, yalnız intonasiya ilə yaranır, başqa yarama vasitəsi yoxdur. Adətən sözün sonunda, cümlənin sonunda nöqtə qoyulur. Nəqli cümlənin bir dənə özəlliyi, nəqli cümlə xəbəri heç vaxt və heç vaxt feilin əmr şəkli ola bilməz. Heç vaxt. Yəni, feilin digər şəkilləri ola bilər. Xəbər şəkli ola bilər, lazım ola bilər, vacib ola bilər, arzu şəkli ola bilər. Lakin xəbəri nəqli cümlənin heç vaxt əmr şəkli olmaz. Əmr şəkli olsa əmr cümləsi sayılır. Sonra nəqli cümlə həm ismi xəbərli, həm feili xəbərli ola bilər. Mütləq hərəkət bildirməlidir. Yox, məsələn, deyirəm ki, məsələn, oxuduqlarımın hamısı kitabdadır. Burada ismi xəbərlidir. Yaxud da desəm ki, axşam bizə gəldi. Burada isə feili xəbərlidir. Gəldi, hərəkət bildirir, feili xəbərlidir. Hər ikisi nəqli cümlədir. Sual cümləsi. Sual cümləsi özü də 3 yolla yaranır. Sual ədatı, sual əvəzliyi, bir də intonasiya. Deməli, sual cümlələri 3 yolla yaranır. Sual ədatı, sual əvəzliyi və intonasiya ilə. İntonasiyanı axtarmırıq. Zaten intonasiya var. Bir müsbət kimi sayırıq. Sual ədatları hansılardır? Bəs, məgər, yəni, ki, mımi, mumi. Bunlar sual ədatları. Sual əvəzlikləri. Kim, nə, hara, necə, haçan, nə vaxt, nə etdi. Yəni, nitq hissələrinin hamısının, əsas nitq hissələrinin hamısının sualları sual əvəzliyi adlanır. Bu yollardan 3'ü də varsa, buna deyirik kompleks sual cümləsi. Yəni, bir cümlədə həm sual ədatı, həm sual əvəzliyi, həm sual intonasiyası 3'ü də iştirak edirsə, bu cümləyə deyirik kompleks sual cümləsi. Daha sonra nümunə yazaq, onun üzərində işləyək. Bəs hara tələsirsən? Bu cümlədə bəs sual ədatı, hara sual əvəzliyi, intonasiyadı dediyim onsuz da axtarmırıq, zaten cümlədə var. Deməli, sual ədatı, əvəzi, intonasiyası 3'ü də olduğu üçün bu cümləyə kompleks sual cümləsi deyə bilərik. Kompleks, yəni komple hamısı var. Daha sonra, sual ədatı ilə sual verilən cümləyə təsdiq və inkar ədatı ilə cavab vermək olar. Bəs gedirsən, bəli. Yəni gəlmirsən, xeyir. Gələcək ki, yox. Demək olur. Yəni bəli, xeyir, hə, yox. Bunlarla sual ədatı ilə verilən cümləyə cavab vermək olur. Lakin sual əvəzliyi ilə verilən cümləyə təsdiq və inkar ədatları ilə cavab vermək olmur. Məsələn, hara gedirsən, bəli, xeyir demək olmur. Yaxud da kim gəlib, bəli, xeyir demək olmur. Necə oxumusan, bəli, xeyir demək olmur.
Deməli, sual ədatı ilə verilən cümlələrə, sual cümlələrinə təsdiq və inkar ədatları ilə cavab vermək olur. Lakin sual əvəzliyi ilə sual verilən cümlələrə təsdiq inkar ədatları ilə cavab vermək olmur. Daha sonra sual cümlələri yalnız intonasiya ilə də qurula bilər. Məsələn, gəlmisən. Burada yalnız intonasiyadır. Oxumusan. Yəni, ədat əvəzlik yoxdursa, yalnız intonasiyadır. Ədat əvəzlikdən də hər hansı biri iştirak etməyə bilər. Məsələn, neçə yaşın var? Bu cümlədə neçə sual əvəzliyi, intonasiyada onsuz müsbət kimi sayırıq, intonasiyada var, ədat yoxdur. Desə, bu cümlə hansı yolla yaranıb? Sual əvəzliyi və intonasiya ilə. Bu cümlə sual ədatı, sual əvəzliyi, intonasiya ilə. Yaxud da gəlmisən, bu cümlə yalnız intonasiya ilə yarana bilər. Daha sonra gəldik əmr cümləsi. Əmr cümləsi iki yolla yaranır. Əmr ədatı və intonasiya. Əmr cümləsi yalnız əmr bildirmir. Əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət bildirir. Əmr cümləsinin xəbəri mütləq və mütləq feilin əmr şəklində olur. Başqa şəklində ola bilməz. Mütləq feilin əmr şəklində olur. Ən böyük özəlliyi budur. Həm əmr ədatları ilə yarana bilər, həm intonasiya ilə yarana bilər. Cümlənin sonunda nöqtə qoyular. Əmr ədatları di, qoy, bax, gəl, gör, gəlin, sana, sənə, ha və s. Yəni, intonasiyanı axtarmırıq. Zaten cümlədə, hər bir cümlədə intonasiya olur. Sonra gəldi, əmr cümləsinə misal deyək. Bizə gəl. Bu əmr cümləsidir. Əmr cümləsidir. Və intonasiya ilə yaranıb. Əmr ədatı yoxdur. Buna deyirik, əmr cümləsi yalnız intonasiya ilə yaranıb. Gəl də feilin əmr şəklidir. Bir də deyir ki, gəl, gəzintiyə çıxaq. Bu cümlədə gəl əmr ədatıdır. İntonasiyada öz yerində. Desə, bu cümlə hansı yolla yaranıb? Əmr ədatı və intonasiya ilə. Diqqət etdiksə, ikisində də gəl əmr şəkli, çıxaq əmr şəkli. Mütləq ola bilər, əmr ədatı işlənər, əmr şəkli olmaz. Yaxud da, məsələn, diqqətli olmaq lazımdır. Elə harada əmr ədatı var, bu əmr cümləsi yox. Mütləq baxmaq lazımdır cümlənin sonuna, xəbərlərə. Əgər xəbərlər, yəni feillər, əmr şəklidirsə, əmr cümləsi götürürük. Əgər feillər xəbər şəklidirsə, bunu nəqli cümlə götürürük. Çünki nəqli cümlənin xəbəri xəbər şəkli ola bilər, amma əmr cümləsinin xəbəri əmr şəklindən başqa heç bir şəkil ola bilməz. Daha sonra gəldik nida cümləsi. Bu cümləsi daha asandır. İki yolla yaranır. Nidalarla və intonasiya ilə. Nidaların köməyi ilə və intonasiya ilə. Nidalar deməli ay, ey, bəh-bəh, vay-vay, ay aman və s. İntonasiyanı yenə axtarmırıq, zaten cümlədə olur. Məsələn, deyirik ki, ay uşaq, evə gəl. Burada ay, nida, bir də intonasiya. Ola bilər, məsələn, nida olmazsan, yalnız intonasiya ilə olsun. Məsələn, deyərik, bura vətəndir. Bu cümlədə yalnız intonasiya ilə yaranır. Nida cümləsinin sonunda da nida işarəsi qoyulur. Bu da bizim cümlənin məqsəd və intonasiyaya görə növləri.